Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ecma'in. Eşhedü en la ilahe illallah vahdehu la şerike lehu ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu kavli. Bugün götürəsirik inşallah ihsan məqamı. İhsan məqamı yəni necə ki bildiyiniz kimi dinin mərtəbələri var. 3 dənə mərtəbəsi: İslam, iman və ihsan. İhsan da dinin mərtəbələri içərisində ən üstünü, ən ucasıdır. Bu barədə keçən hədis Ömər bin Xattab, Allah ondan razı olsun, ondan rəvayət olunan hədis Cəbrail hədisi. Necə ki məşhur bildiyiniz hədis Cəbrail hədisi deyilir buna. Və bu barədə Cəbrail mələk Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına, yəni Çöl Ərəbi surəsində onun şəklinə gəlir. Onun da gəlməsində məqsədi, istəyi o idi ki, insanlara dinlərini öyrətsin deyə. Və bu sualla Peyğəmbər sallallahu aleyhi və səlləmə Cəbrail mələk orada bir neçə sual verir. O suallardan birisi də Cəbrail mələyin Peyğəmbər sallallahu aleyhi və səlləmə verdiyi sual o olur ki, mənə ihsan haqqında xəbər ver. Mənə ihsan haqqında xəbər ver. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm xəbər verir ki, ihsan sənin Allaha ibadət etməyindir. Sanki onu görürsənmiş kimi Allaha ibadət etməyindir. Əgər sən onu görməsən də o səni görür. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Cəbrail mələyin sualına belə cavab verir. Bu da ihsanı bildirən cavabdır. Və sonra burada şeyh buyurur, deyir ki, ihsan nədir? İhsan deyir ki, dinin mərtəbələri içərisində ən ucasıdır. Din mərtəbələri içərisində İslam, iman, ihsan, bunların içərisində ən ucası, ən üstünüdür. Və ihsan əhli kimlərdir? Onlar o kəslərdir ki, dinin mərtəbələrini bu ilə kamilləşdirirlər. Dinin mərtəbələrini bu ihsanla kamilləşdirənlərdir və xeyr işlərdə yarışanlar, öndə gedənlərdir. Allaha olan yaxınlıqda, uca dərəcələrdə, yəni yarışanlar da öndə gedənlərdir. Və ihsan imanın özəyidir. İhsan imanın özəyidir, onun ruhudur, onun kamilliyidir. Və ihsan sözündən məqsəd bir şeyi yaxşı etmək, dəqiq, yəni bacardığın qədər yaxşı etmək, dəqiq etmək, yəni əməli, ibadəti ən kamil formada yerinə yetirməkdir və ən yaxşı halda yerinə yetirməkdir. İbadətin zahiri olsun, batini olsun, gizlini olsun, açığı olsun, hər bir halını ən kamil formada, ən yaxşı şəkildə yerinə yetirməyindir. Belə ki, ihsan sahibləri Allahın qulları, o kəslərdir ki, onlar ibadəti dəqiq, yaxşı edirlər və onlar o əməllərini elə bir şəkildə, yəni kamil şəkildə yerinə yetirirlər, hər bir tərəfdən yaxşı şəkildə yerinə yetirirlər tam olaraq və bu da nəyə görədir? Onların qəlblərindəki o, yəni salamatlığın, qəlblərindəki salamatlığın tam olmasına görədir və həmçinin onların Allah Taala'nın nəzarətində özlərini hiss etmələri bu şeyin onlarda böyük, üstün, uca olmasına görədir. Və onlar Allaha yaxınlaşmaları, bu hallarını fəhalun fi ibadətillah ennəhum deyir ki, onların halı Allaha olan ibadətdə, ihsan sahiblərinin halı nədir? Onlar Allaha ibadət edirlər, sanki Allahı görürmüş kimi ibadət edirlər. Və bu da o deməkdir ki, onlar yəni uca rütbəyə çatmışlar, yəni Allahın nəzarətində özlərini, yəni Allahın nəzarətində özünü hiss etmək məsələsində, yəni uca rütbəyə çatmışdılar. Belə ki, onların qəlbləri necədir? Onların qəlbləri ibadətdə, yəni hazır formada hazırdır, yəni ibadətə şahid olaraq yerinə yetirir. Yəni qəlb, yəni ibadətdə dağınıq deyil. Yəni qəlb, yəni fikir cəmləşib ibadətə, yəni qəlb dağınıq deyil, qəflətdən uzaqdır. Yəni nə vaxt ki, insanın qəlbi ibadətə hazır olur, fikri ibadətdə olur. Yəni insanın fikri ibadətdə, yəni fikrini ibadətə cəmləşdirmək üçün ona görə səbəblərdən, yəni yardım edən ən böyük şeylərdən indi burada gətirəcəkdir. Səbəblərdən də yəni ihsandır. İnsan ihsanla Allaha ibadət etdiyi vaxt Allahı görürmüş kimi ibadət edəndə bu qəlbinin dağılmamasına, fikrinin dağılmamasına, fikrinin cəmləşməsinə səbəb olur.
Yəni ibadət, yəni namaz, gündə 5 vaxt qıldığımız namaz ibadətlər içərisində ən əzəmətlisi, ən üstünüdür. Yəni, hər bir müsəlman sevdiyi, istədiyi şey odur ki, namazını düzgün şəkildə yerinə yetirsin, fikri dağılmasın. Çox insanlar, çox müsəlmanlar yəni şikayətidir ki, namaz qılıram, fikrim dağılır, ora, bura. Yəni, amma insanın bu halda ibadət etməsi onun yəni bu ləzzəti, bu xoşunu əldə etməsinə bir səbəbdir, yardım edən bir səbəbdir. Və Quranda ehsan barədə gələn ayələr çoxdur. Bəzən Quranda ehsan gəlir, imanla yanaşı gəlir, bəzən təqva ilə yanaşı gəlir, bəzən hər ikisi ilə birlikdə gəlir, bəzən də cihadla yanaşı gəlir və bəzən də Allah yolunda xərcləməklə yanaşı gəlir və bəzən də İslamla yanaşı gəlir. Və bəzən də ümumən salih əməllərlə yanaşı gəlir ehsan. Allah təala deyir ki: "Leysa alellezina amanu və amilus salihat cunahun fima ta'imu." Deyir ki, iman gətirib salih əməllər işləyənlərə, yəni etdikləri, yəni əvvəldən, yəni haram edilməzdən əvvəl etdikləri şeylərə görə onlara günah yoxdur. İdə məttəqəv və əmənu. Nə qədər ki, onlar yəni Allahdan qorxurlar və iman gətirib salih əməllər işləyirlər, sonra yenə Allahdan qorxub iman gətirirlər, sonra yenə Allahdan qorxurlar və əməllərini yaxşı edirlər ki, vallahu yuhibbul muhsinin. Allah yaxşı əməllərini yaxşı edənləri, ehsanla əməl edənləri Allah Taala sevir. Və başqa ayədə Allah Taala deyir ki, Allah Taala təqva əhli ilə, yəni özündən qorxanlarla və ehsan sahibləri, etdikləri əməlləri ehsanla edənlərlə bərabərdir. Və başqa ayədə Allah Taala deyir ki, "İnnellezine amenu və amilus salihat." O kəslər ki, iman gətirdilər, salih əməllər işlədilər. "İnna la nudiu ecra men ahsana amala." Allah Taala deyir ki, həqiqətən biz əməllərini yaxşı şəkildə ehsanla edənlərin əcrini heç vaxt, yəni zay etməyəsiyik. Onların əcrini zay etməyəsiyik. Və Allah Taala başqa ayədə deyir ki: "Vellezina cahadu fina lanahdiyannahum subrana və innallaha ma'al muhsinin." Deyir ki, o kəslər ki, yəni bizim uğurumuzda, bizə görə, yəni bizim uğurumuzda, bizə görə, yəni bizim razılığımız üçün çalışırlar və Allah Taala deyir ki, biz onları salamat yollarımıza salaraq, salamat yollarımıza hidayət edərik və həqiqətən Allah Taala ehsan sahibləri ilə yanaşıdır. Allah Taala əməllərini ehsanla edənlərlə yanaşıdır. Yəni baxın, insanın əməlini ehsanla etməsi Allah Taala'nın yəni ümumən olan bu hidayət içərisində başqa hidayət yolları var. İnsanın orada olan hidayət yollarına, bu dinimizdə olan hidayət yollarına insanın müvəffəq olmasına səbəb olur. Çalışır, Allah Taala öz razılığı üçün çalışdığına görə Allah Taala ona, yəni bu dində olan o salamat yolları Allah Taala onu müvəffəq edir. Və başqa ayədə Allah Taala deyir ki, "Bələ mən əsnə vəcəhu lillah." Əksinə kim üzünü Allah üçün təslim edərsə, özü də muhsin olduğu, ehsan sahibi olduğu halda fələhu ecruhu ində rabbihi, onun əcri Rəbbi yanındadır. Onun əcri, mükafatı Rəbbi yanındadır. Və la xawfun aleyhim və lahum yahzanun. Onlara nə qorxu yoxdur, nə də onlar hüzünləməyəcəklər. Və başqa ayədə Allah deyir ki: "Və men yuslim vechahu lillah və huve muhsin." Kim üzünü Allaha təslim eləyərsə, özü də yəni ehsan sahibi olduğu halda fəqad istənsəqə bil urvatil vusqa, o möhkəm bir tutacaqdan artıq yapışmışdır. Allah Teala başqa ayədə deyir ki: "Və anfiqu fisabilillahi." Allah yolunda xərcləyin. "Və la tulqu bi aydikum ila təhlükəti." Və özünüzü yəni təhlükəyə atmayın. Əlinizlə özünüzü təhlükəyə atmayın. Və ahsinu, və deyir ki, Allah deyir ki, burada ehsana işarə var. Deyir ki, və yəni ehsanla edin əməllərini. Yəni ehsan sahibi olun. İnnallaha yuhibbul muhsinin. Allah Teala ehsan sahiblərini sevir. Və həmçinin ehsan elə bir, yəni burada da ayədə görürük ki, yəni ehsanla insanın ibadət eləməsi nəyə səbəb olur? Allahın onu sevməsinə. Allahın sevgisinə səbəbdir. Bu da müsəlmanın yəni arzusu, ən yüksək arzusudur ki, Allahın sevgisini qazanmaq. Hafiz Əl-Hakəm rahimehullah deyir ki, Peyğəmbər s.ə.v burada elə bir izah verdi ki, yəni Cəbrail mələyə cavab verəndə elə bir izah verdi ki,
elə bir sözlərlə Cəbrayıl mələkə elə bir verdiyi suala elə bir izahla cavab verdi ki, Cəbrayıl mələyə deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm də elə bir insandır deyir ki, Allah təala ona cəvamiul kəlim verib. Cəvamiul kəlim nədir? Yəni az bir kəlmələr var içərisində, amma mənalar çox böyükdür, genişdir. Yəni bu cür şeyləri Allah təala peyğəmbərimizə verib. Deyir ki, Cəbrayıl Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir, verdiyi o Cəbrayılə verdiyi cavabda hansı ki, sənin Allahı görürmüş kimi ibadət etməyindir. Cəbrayıl mələk nə soruşur ondan? Deyir ki, ehsan nədir? Peyğəmbərimiz cavab verir ki, ehsan sənin Allaha. Yəni görür orada necə, yəni məsələni izah edir. Deyir ki, sənin Allaha ibadət etməyindir. Onu görürsənmiş kimi. Sən əgər onu görməsən də o səni görür. Ona görə deyir ki, Hafidə Hakəmi rahimehullah deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm artıq elə bir izah verdi ki, onu heç kəs yəni bu cür izah verə bilməz. Çünki Allah Teala onu öyrədir. Və qalə sallallahu əleyhi və səlləm və deyir Peyğəmbər sallallahu əleyhi və səlləm yəni bu cür cavab verir. Əl-ihsan ən ta'budallaha kənnəkə terahu fə in lem tekun terahu fə innehu yaraka. Yəni həmən ki, yəni Cəbrayıl mələk Peyğəmbərimizin verdiyi cavab. Və sonra burada deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm xəbər verdi ki, ehsanın 2 dərəcəsi var. Ehsan yəni 2 dərəcə üzərindədir. Ehsan 2 dərəcə üzərindədir. Və ennəli muhsinə fil ihsani deyir ki, ehsan sahibləri üçün bu ehsan, hansı ki bu dinin mərtəbəsi olan, ən uca mərtəbə olan bu ehsanda, yəni deməli bu ehsanın deyir, bu ehsanda yəni 2 məqam var. 2 müxtəlif, yəni 2 ayrı-ayrı deyək də, müxtəlif deyəndə 2 başqa-başqa məqamlar var. Birinci məqamla danışır, birinci məqam hansıdır? Birinci məqam, yəni sənin Allaha görürmüş kimi ibadət eləməyindir birincisi. Bu da ən ucasıdır. Və hədə məqam müşahidə ki, bu müşahidə edilmə, müşahidə olunma məqamıdır. Və bu an ya'məl abdu, bu da deyir ki, qulun əməl etməsidir. Nə ilə? Allah Taala'nı müşahidə edir. Allah Taala onu görür. Orada tələb olunan bütün şeyləri qul yerinə yetirir. Öz qəlbi ilə buna şahiddir. Allah Taala'nın özünü görməsini qəlbi ilə şahiddir. Və bu da nədir? Yəni bu da qula nə ilə müvəffəq olur? Bu da qəlbi Allah Taala qəlbin, yəni qulun qəlbini nurlandırması ilə, qulun qəlbinə Allah Taala'nın qoyduğu nurla, onun nurlandırması ilə və qul bu şeyə müvəffəq olur. Qəlbi ilə bu şeyə şahid olur sanki. Bu şeyə şahiddir ki, Allah Taala'nı görür. Bilmən və həmçinin onda olan elmlə yəni bilir ki, yəni sanki onda olan elmlə o müvəffəq olur ki, yəni qeybdə olan şey ona görsənmiş kimi, sanki belə də yəni görsənmiş kimi. Ona görə necə ki Peyğəmbərin sallallahu verdiyi cavabdan götürdüyü cavaba yəni qayıdırıq. Peyğəmbər deyir ki, nə cavab verdi ki, sənin Allahı görürsənmiş kimi ibadət etməyin. Və sonra deyir ki, kim Allaha yəni özünü Allaha yaxın hiss eləyərək, yaxın olduğunu hiss eləyərək ibadət eləyərsə, ona tərəf yönəldiyini hiss eləyərək ibadət eləyərsə ki, sanki o Allahın qarşısındadır, o Allah onu görür və deyir, bu halda olması ona yəni gərəkdirər ki, onda qorxunun olmasına və çəkinmə və təzim eləmə. Yəni nə deməkdir? Yəni insan bu halda Allaha əgər ibadət eləyərsə, bu hal səbəb olar ki, namazda yəni qorxunu əldə edər. Yəni qorxu ilə namaz qılmaqda bu xuşu. Yəni bu şeyi əldə eləyər və Allahdan çəkinmək və onu təzim eləmək bu kimi şeylər. Və həqiqətən müsəlmanları yəni ümumiyyətlə yəni bizim çox şikayət etdiyimiz şeydir ki, namaz qılıram, fikrim dağılır, bacarmıram və ona görə şeyx də yəni öyrədir ki, insan bu halına gərək Allaha ibadət etsin, qəlbi yəni Allaha yaxınlığını hiss eləsin, ona tərəf yönəldiyini, sanki Allahın qarşısındadır, sanki Allah onu görür. Bu formada ibadət edəndə də o xuşunu əldə etməsinə ona səbəb olur. Birinci məqam. Birinci məqam hansıydı? Birinci məqam sən Allahı görürsənmiş kimi ibadət eləməyin. İkinci məqamdan danışır. İkinci məqam ixlas məqamıdır. İkinci məqam ixlas məqamıdır. İxlas məqamı da nədir? İxlas məqamı odur ki, qul yəni əməli edir, yəni fikri də yayınmır, yəni hiss edərək ki, müşahidət o, elə bir ki, Allah Teala onu görür, əməl edir, əməl etdiyində hiss edir ki,
buna hazırdır bu formada, yani hazırdır bu formada, yani bunu hiss edir ki Allah Teala onu görür. Birincisi Allah'ı özü görürmüş kimi ibadet etmek. Bu yuxarı üstünüdür. İkinci məqamda danışır, deyir ki, qul deyir, bu da ixlas məqamıdır. Deyir ki, odur ki, qul əməl eləyir və əməl eləməsində də hiss eləyir ki, Allah Teala onu görür. Və Allah Teala onun Allah'a özünə yaxınlaşmasını görür. Yəni Allah Teala ona yaxındır. Allah Teala ona yaxındır və onu görür. Və deyir ki, qul əgər etdiyi əməldə bu hissiyyat onda olarsa və deyir, o Allah üçün ixlaslı olar. Həqiqətən insan bu halda olanda doğrudan da insana yəni ixlaslı olmağına bir yardımdır, bir səbəbdir. Liyənnəl istintərə dəlikə deyir ki, insanın deyir, bu şeyi hiss eləməsi, bu halı hiss eləməsi etdiyi əməllərdə deyir ki, ona nəyə mani olur? Ona mani olur, Allahdan başqasına yönəlmir. Məsələn, namazı götürək yenə. Ən əzəmətli ibadətdir də. İnsan görürsən, bu halda namaz qılanda Allah Teala onu, yəni birinci məqamı deyək, insan əldə eləməyə biraz çətinlik çəksə də deyək, ikincisini əldə etdikdə, o da ixlas məqamıdır. Bu da nə olur insana, Allah Teala özünü görür də. Bu halda namaz qılanda da Allah Teala özünü görürmüş kimi, namaz qılanda da, ibadət edəndə ümumiyyətlə salih əməllər və deyir ki, insan elə bir ki, Allahdan başqasına yönəlmir. Yəni, fikri dağılmır etdiyi əməllərdə. Bu da deyir ki, elə bir məqamdır ki, bu da elə bir məqamdır ki, ikinci məqam elə bir məqamdır ki, insanı aparır birinci məqama. Elə bil, sənin ikinci məqama əməl eləməyin, əgər əməl eləsən, bu səni aparır birinci məqama, yəni ucasını aparır, yüksək olanı aparır. Ona görə Peyğəmbər s.ə.v. Ona görə İkinci məqamı birinci məqama səbəb olaraq gətirdi. İkinci məqamı birinci məqama səbəb olaraq gətirdi. Sanki Peyğəmbərimiz s.ə.v. sənə öyrətdi ki, əgər sən ikinci məqama əməl eləsən, bu səbəbdir ki, sən birinci ucu olan məqamı da əldə edə biləcəksən. Və ikinci məqam da hansıydı? Sən onu görməsən də o səni görür. Və bir hədisin bəzi başqa ləfslərinə gəlir ki, فَإِنَّكَ إِلَّا تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَاكَ Əgər sən onu görməsən də, o səni görür. Yəni, məna etibarilə eyni mənaya gəlir. Və deyir ki, əgər bu şey həyata keçirərsə ibadətində həyata keçirərsə ki, Allah Teala onu görür, Allah Teala onun sirrini, gizlini bilir, açığını bilir, batinini bilir, yəni zahirini bilir. Və Allaha heç bir şey gizli qalmır özünün qulun əməl işlərindən və belə olanda da deyir ki, birinci məqama فَحِينَذْ يَسْأَلُ عَلَيْهِ الْاَنْتِقَالِ إِلَى الْمَقَامِ الثَّانِي هُوَ مَقَامُ التَّحْقِيقِ بِالْبَصِيرَةِ Deyir ki, bu cür olanda da ki, insan biləndə ki, Allaha heç nə gizli qalmır. Bu halda da insana elə bir ki, ikinci məqamı yerinə yetirməsi onun üçün asan olur. O da Allah Teala'ya onun yaxın olmasını bilməsi, Allah Teala'nın özü ilə bərabər olması, sanki Allah Teala onu görür və Allah Teala Quranda buyurur ki, bu məna barədə Allah Teala Quranda bir çox yerdə Allah Teala buyurmuşdu və bu ayələrdən birisi də Allah Teala deyir ki, siz Qurandan nə oxusanız da, nə əməl etsəniz də, əməllərdən nə əməl etsəniz də, siz etdiyiniz əməlləri yerinə yetirdiyiniz vaxt biz sizə şahidik və sənin Rəbbinə nə göylərdə, nə yerlərdə miskal zərrəsi qədər heç nə gizli qalmaz. Nə ondan istəyir balaca olsun, nə böyük olsun. Hər bir şey deyir ki, Lövh-ü Məhfuzda, yəni Kitab-ı Mubin Lövh-ü Məhfuzda vardır. Orada vardır. Sonra Allah da deyir ki, "Ələ innə əvliya Allah la xavfun aleyhim və ləhum yahzanun." Və bilin ki, həqiqətən Allahın dostlarına nə qorxu yoxdur, nə də onlar hüzünlənməyəcəklər. Əllezîne âmenû və kânû yettaqûn. Allahın dostları da kimlərdir? İman gətirənlər və təqvalı olanlar.
iman getirenler ve takvalı olanlar. Yani boş iddialarla Allah'ın dostu insan olabilmez. Ben Allah'ın dostuyum ama baxırsan ki, nə qədər günahları var. Ona görə Allah Teala öz dostlarını burada vəsf eləyir. Onlar o kəslərdir ki, Allah'ın övliya, Allah'ın övliyası o kəsdir ki, iman getirir və təqva əhlidir. Yəni əmirləri yerinə yetirir, qazanan olan şeylərdən çəkinir. Sonra Allah Teala deyir ki, "Lehumul buşra fil hayati dunya", onlara dünya həyatında və axirətdə müjdə vardır. La təbdil li kəlmətillah, Allahın kəməri heç vaxt dəyişən deyil. Dəlikə huvel fawzul azim, və deyir ki, bu böyük qurtuluşdur. Və başqa ayədə Allah Teala deyir ki, qullarım səndən mənim barəmdə soruşsalar, mən həqiqətən yaxınam. Dua edən duasını qəbul edirəm. Onlar mənim çağırışıma, elə isə mənim çağırışıma icabət etsinlər, onu qəbul etsinlər və iman gətirsinlər mənə ki, doğru yola düşsünlər deyə, yəni doğru yolda olsunlar deyə. Və başqa ayədə Allah da deyir ki, وَتَوَكَّلْ عَلَى الْعَزِيزِ الرَّحِيمِ, yəni əziz olan, rəhim olan Allaha təvəkkül et. Əlləzi yaraka hine taqum, o Allah ki səni yəni ibadətdə olduğun vaxt görür. Və təqallubqa fis-sajidin, və səcdə edənlərin arasında olanda da görür. İnnehu huves-semiyul alim, həqiqətən o eşidəndir və görəndir. Eşidəndir və görəndir. Və sonra deyir ki, Allahın övliyaları, Allahın dostları kimlərdir? Allahın dostları təqva əhlidir. Yəni əmrləri yerinə yetirib qadağan olan şeylərdən çəkinənlər təqva əhli. Yəni övliyalar. Övliyalar Allahın əmrinə, yəni Allah Taala'nın buyurduğu əmrləri yerinə yetirən və qadağan etdiyi şeylərdən çəkinənlərdir. İnsan bu ilə vəli olur, Allahın dostu olur. Və beləcə də insan olur ihsan əhli. Onlar o kəslərdir ki, iman gətirirlər. Allah'a iman gətirirlər, Allahın uluhiyyətinə, Allahın yəni ibadətə tək özünün layiq olduğu uluhiyyətinə iman gətirirlər, rububiyyətinə və Allah Taala'nın ad və sifətlərinə iman gətirənlərdir. Və Allah Taala'nı yəni təkləşdirirlər, Allah'a tək tuturlar nədə? Sevgidə. Qəlblərində olan, onların qəlblərində yalnız Allaha sevgi var. Başqa sevgilər Allahın sevgisinə bağlıdır. Amma belə sevgi olaraq qəlbdə onların qəlblərində yalnız Allahın sevgisinə yer var. Və yalnız Allaha olan zəlillikləri var. Allah Taala'nı sevgidə təkləşdirirlər, zəlil olmaqda Allah Taala'nı təkləşdirirlər və boyun əyməkdə, qorxmaqda, ümid etməkdə, rəğbət bəsləməkdə, rahbə, haşyə, yəni bu kimi bu ibadət növlərində xuşu məsələsində çəkinməkdir, təzim etməkdir, təvəkkül etməkdir və ona yəni ehtiyac duymaqdır. Bu şeydə yalnız Allah'a təkləşdirirlər. Allah bizə müvəffəq etsin. Və Allahdan başqasına da ehtiyac duymazlar. Və Allahdan qorxarlar, əmirlərini yerinə yetirərlər və Allahın razılığı da onlara sevimli olan, Allahın qadağan etdiyi şeyləri tərk edərlər və Allaha qəzəbinə səbəb olan şeyləri də tərk eləyərlər. Həm gizlində, həm açıqda, zahirdə, batində. İstəyir söz olsun, əməl olsun, etiqad olsun, bütün bu kimi şeylərdə yəni Allahı qəzəbləndirən şeylərdən özlərini qoruyarlar. Və onlar o kəslərdir ki, onların qəlbləri hiss edir, onların nəfsləri hiss edir Allah Taala'nın özlərini əhatə eləməsi. Yəni necə əhatə eləməsi? Elmi ilə, qüdrəti ilə, lütfkarlığı ilə, yəni xəbərdar olması ilə onların sözlərinə, onların niyyətlərinə, onların gizlinlərinə, onların açıqlarına, hərəkətlərinə, sakit durmalarına, bütün hallarına onlar necə əməl etdilər, harada əməl etdilər, nə vaxt əməl etdilər və onların etdikləri əməllər ixlasla olar və şəriətə tabiçilik üzərində olar. Peyğəmbər sallallahu gətirdiyi şəriətlə Allah'a ibadət eləyərlər.
Və onlar sanki onlar bütün peyğəmbərlərin gətirdiklərini təsdiq edənlərdir, bütün kitablarda olanlara yəni təsdiq edənlərdilər. Və beləcə əməllərini Allah üçün ixlasla edərlər. Və özlərini də yəni elə bir ki, əməllərini diqqət edərlər. Əməllərinə diqqət edərlər. Niyə? Çünki Allah təala özlərini görür. Bu da onlarda olan yəni, elmə görə. Yox, burada elə bir ki, özləri Allahın nəzarətini hiss edərlər. Yəni, Allah Taala'nın özlərini bilməsində kamil olması. Allah Taala özlərini bilir və kamil şəkildə bilir. Yəni, hər tərəfli bilir deyək. Biyən Allah yanur eləyim və yərə. Allah Taala onlara baxır. Allah Taala onların hallarını görür. Onları eşidir. Onların sözlərini. Beləcəklə bütünlüklə, bütün qəlbləri ilə elə bir ki, Allaha tərəf yönəliblər və Allahdan Allaha sığınarlar yenə və bütün qəlbləri ilə Allahı sevərlər və onların qəlbləri yalnız Allaha olan sevgi ilə yəni dolar. O nurla dolar yəni. Allahı tanımaq nuru ilə dolar. Və onların qəlbləri elədir ki, onların qəlblərində başqasına yəni bu şeylər başqası üçün onların qəlbində Allahdan başqası üçün yəni yoxdur. Və Allah Taala'dan sonunda yəni istəyirik ki, Allah bizi bu ehsan məqamına düzgün şəkildə əməl edən qullarına etsin. Həqiqətən bu, yəni necə ki orada götürdüyümüz kimi ehsan məqamı elə bir məqamdır ki, dinin 3 mərtəbəsi var. İslam, iman, ehsan. Yəni ehsanla sanki qul o birlərini ehsanla kamilləşdirir. Ona görə insan ehsanla ibadət edəndə sanki sənin ehsanla ibadət eləməyin o biri İslamı, imanı kamilləşdirməyinə səbəb olur. Allah Teala bizi ehsan sahiblərinə eləsin, günahlarımızı bağışlasın və bizi ixlas və sünnə üzərində və həmçinin sahabələrin getdiyi yol üzərində bizi tərbiyə etsin və o üzərində də Allah Teala bizim canımızı alsın. Amin. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahe illa ent, əstəğfiruka və ətubu ileyk.